Biznesdə qarşılıq var, görev dağılımında və strukturda nizamsızlıq mövcuddur. Strateji idarəetmə və sistemli idarəetmədə hər zaman daha uğurlu olacağınıza əmin ola bilərsiniz. Satışınız artır, amma mənfəətliyinizdə problem var və ya pul vəsaitlərində sıxıntı yaşayırsınız. Ola bilsin ki, sizin maliyyə prosesləriniz düzgün idarə olunmur, effektiv idarə olunmur. Effektiv idarəetmə nəticəsində siz maliyyə planlaması və maliyyə nəzarətini həyata keçirərək biznesi daha da dayanıqlı edə bilərsiniz. Dövriyyə var, amma qazanc stabil deyil. Düzgün kommersiya strategiyası biznesinizin gəlirini artıracaq və bazar mövqeyini gücləndirmək üçün sizə güclü bir alət təqdim edəcəkdir. Sahibkarlar, strategiyanız icrasız qalır. Göz ardı etdiyiniz ən önəmli nüans insan kapitalıdır. İnsan kapitalını inkişaf etdirərək strategiyanı yerinə yetirə və biznesinizi inkişaf etdirə bilərsiniz. Prosesləriniz xaotikdir, idarə etməkdə və nəticələri ölçməkdə çətinlik çəkirsiniz. Əgər idarə etmənizi və əsas da proseslərinizi doğru qursanız, o zaman bu sizə həm yüksək effektivlik qazandıracaq və həm də biznesin davamlılığına önəmli təsir göstərəcəkdir. Bu akademiya nəzəriyyə deyil, real biznes problemlərinin həlli üçün yaradılmışdır. Əgər məqsədiniz biznesinizi böyütmək, sisteminizi qaydaya salmaq və gəlirinizi artırmaqdırsa, doğru yerdəsiniz.